Herkese selam. Kanalıma ve videoma hoş geldiniz. Bir dakika. Karşınızda ben Game Meister. Games Deniz'dir. Kanalıma abone olup videoma like atıp ve bol ve güzel yorumlar yazmayı unutmayın. Hello babyler, benim değerli izleyicilerim. Hoş geldiniz benim yeni vloguma kızlar. Yine bir güzel vlogla sizin karşınızdayım elbette ki. Bircə dəqiqə, mən bu kameranı falan hara koyum hiç bilmədim. Aha, sumkanı da elə bura koyum. Fikir verməyin, ev bu dəqiqə çox pis vəziyyətdədir həqiqətən. Qızlar bilmirəm necə deyim sizə. Bilmirəm necə deyim sizə. İzah edəcəm onu mütləq və mütləq qızlar. İlk öncə əlbəttə ki nəyə izah edəcəm? Mən səhərimi izah edəcəm. Qızlar bugün saat şənbə gün olduğuna görə saat 10-da oyanmışam yuxudan. Əynimi geyinib, bəzənib, düzənməyim olub saat 11 və hal-hazırda mən marketə alış-verişə gedirəm saat 11 tamamda. Uşaqlar bugün evdə yoxdular. Mamam gildədilər dünən axşamdan. Və mən saat 11 tamamdır markete gəlib sizə vlogu açacağım. Deməli qızlar, mən marketdən gəldim. Uzun aradır sizə market alış-veriş çəkmirəm. Demək olar kanalımda yoxdur belə bir videom. Mütləq olmalıdır. Hətta ürəyimdə o qədər düşüb ki, belə bir gözəl video çəkim. Sizin için yakın zamanda market alış-verişi videosu çəkəcəm, narahat olmayın. Belə dev qəşəng market alış-verişi. İndi bir-iki şey yox idi, evdən ona görə getmişdim zaten belə də. Bir-iki şey yoxdur deyəcəm. Deyəcəksiniz ki, bomboşdur dolab. Deməli qızlar, biz evimizi dəyişdirdik. Dəyişdirdik deyəndə ki, yenə bir köçməmişik. Sadəcə olaraq evimizi təmir etdirdik. Necə? Uje 20 gündür ki, biz evdə yeni ideyalar tapmağa çalışırıq. Bu evdən çox sıxıldığımıza görə artıq əlbəttə ki, uje 5 ildir ki, biz bu evdə yaşayırıq. Ona görə də bu evdən çox sıxılmışıq. Bezmişəm, yeni şeyler görmək istəyirəm və buna görə də biz evimizin dekorunu dəyişdirdik bu 20 gün ərzində qızlar. Deməli, deyəcəksiniz ki, nə oldu, necə keçdi? Obşim, evimizi dəyişdirdik. Bilirsiniz zaten bunu. Qızlar, yaxında bilmirəm, ev turu gələr, məncə gəlməz. Çünki vloglarda göstərəcəm. Bu da belə. Kızlar, deyəcəksiniz ki, sən 16 dekabr sən yazdığın ad günüydü. Necə keçdi doğum günüm? Harda qeyd elədin? Necə qeyd etdim? Doğum günümü evdə ailəmlə, yəni sevdiklərimlə, anam, atam, qaynanamla qaynatam, yoldaşım falan uşaqlarla qəşəng şəkildə qeyd etdik. Tort, çay. Anam da çox sağ olsun, sevdiyim paytaxt salatdan aş pişirmişdi. Belə qısa, sadə, çox sadə ailemle birlikte ad günü geçirdim. Çünkü hiç böyle ad günü geçirme ab havasında değildim. Geçen yıl zaten geçenk geçirmiştim. İhtiyaç duymadım. Ama aslında oktyabr ayına kadar normal olarak düşünürdüm ki restoranda gideceğim. Restoranda gideceğim ama buraya həqiqətən də çıxdım o fikirlərdən. Ad günü evdə ailəmlə sevdik. Deyəcəksiniz ki, ad günü necə keçirdik? Ad gününü necə keçirdiniz? Yəni bu cavabı verəcəm. Evimizin də dəyişməyi belə. İndi
Neyse kızlar, mən sizlərimdə kamera ilə belə saxlayıram. Bəli. Deməli, qızlar, mətbəxim belədir. İndi aldıqlarımı sizinlə birgə yer-bir etmək istəyirəm. Alıb bura qoymuşam. Bu sumkanı da mən bir yerə yerləşdirmək istəyirəm. Kameranı qoyuram xaladenikın, yəni soyuducunun, buzdolabının üzərinə məni görürsünüz inşallah. Bu arada mən krasovkalarla anlam elədi, çünki tərtəmizdir bunların altı. Və maşından gedib gəldim, gördüm, lap təmizdim. Amma yenə rahat olmadığım üçün gedək damaşnikləri geyinim. Hər yer dəyişdi, hər şey dəyişdi. Sənan abiniz də buradadır. Salamcısına da sizə. Bircə dəqiqə izləyicilərim, mənim gözəllərim. Salam, necəsiz? Bəli, çox sağ olun, biz də yaxşıyıq bu arada. Bəli, yaxşıyıq. Tamam, ben de bu ayakkabıları aparım, koyum ayakkabılarımı. Bu arada niye bu kadar belə saçımı bu lotus tokayla, bu boyda tokayla yığmışam. Belə göstermişim, çok qəşəng olub da. Həqiqətən nə yalan deyim, süper olub qızlar. Deməli, indi nə edirik? Bu dem, bu da çay.
Saat 10'a çıkıptı. Yani 20 dakika kalıp ben aldıklarımızı yerleştirdik. İlk önce bakış alışveriş shopping ettik. İndi seniydik. Aynı dersime zamandım. Ben kızlar idmana başlamışım. Buna güzel eğlendim. Biz birlikte idmana gidirik. Wow. Birlikte idmana gidirik. Arkadaşlar let's go. İşte idmanda olmalıyım. Bu arada diyeyim. İlk zaman. Kızlar ben kombinim böyle oldu. Çok kaşınıyor. Cool rocker star. İdman saçımı böyle göy kara bozuklar taktım göreceğiz. Göy kombin oldu göy. İndire su içirəm. Bizde böyle su dezenfeksiya yeri var. Temiz verilen suda. Biz kimin? Bilmirəm, bilirsiniz yoksa bilmirsiniz kızlar. Hal-hazırda bunu içirik. 2 dakika. Bak çok yaşlandım. Şahsen ben çok beğeniyorum. Bir aşk sanki. Evet. Gidebiliriz idmana. Let's go. Start. İdmanda tutacağım sizler için. Vlogu narahat olmuyor. Evde şıklarımı söndürmüştüm. Kameramı unutup gidiyorum maalesef. Neyse. Deməli kızlar burada qəşəng kebab elədim. Malatya almışdım bilirsiniz. Bir şey yedim, onun adı neydi? Ne deyirlər ona? Bif deyirlər. Bif elədim. Qəşəng qızartdım. Ətim. Alava dadlar da qatdım. Bunu yiyeceğiz arkadaşlar. Çok qəşəng oldum. Çoxdan da sənə istir deyə elədim. Sonra deyəcəm ki, əti körradım. Bozbaş eləyə bilərdim. Bundansa da mən elədim, amma bu da çox dadlıdır. Həqiqətən bozbaş içində bozbaşdan dadlıdır nə olar. Getdik. Çox qəşəngdir bu kombinə mənə. Arkadaşlar da mən kombin let's go. Gidiyoruz idmana. Bye. Kızlar bildiğiniz için bende yarış saat yani neçədəydi 3:45'də yani 15:45'də bitəcəkdi. Burada уже dediğim kimi saat yani 1 olmuştu mən gedəndə. Saat 1'də çatmışdım bura. Deməli biz her şey abed falan eləyirik öncə. Ondan sonra da 1 saat belə məşq gedir. İndi burada da saat 2 idi və biz uca 1 saat 45 dəqiqə məşqlənməliydik. Yəni kızlar saat 1 tamamdan 15:45'e kadar bir tamamdan 3'e kadar. Deməli deyim də sizə 2 saat hadi 2 saat 45 dakika bizim yani dersimizde. Daha doğrusu 3 saat. Haftada 2 defa 3 saat. Yani bir haftaya 6 saatim gedir. Burada ben padrugamla idmanda yaxın olduğum bir kız şeylə deməli Nəzrinlə burada qəşəng idman edirik. Padrugam sonra dedi ki mənim nəfəsim daralır, mən yavaşlanacağam. Mən də onunla beraber olub biraz yavaşlandım əslində. Çok qəşəng gedirik. Saat burada 14-15'ti kızlar. Deməli gedirik. Haydi gedirik. Qəşəng idman gedir burada. Mən idmana başladım. Nəyə görə kızlar idmana başladım? Bunu da deyim. Çünkü kızlar deməli deyim də sizə formada qalmaq üçün həm də özümü artıq çəkilir kimi hiss elədiyim üçün idmana başladım. Mən də çox qəşəng qərardır, həm də sağlamlıq üçündür kızlar zaten. Burada qəşəng idmana gedirik ya da kızlar. Başqa yerə keçirik. Mən burada padrugama deyirəm ki, ay qız niyə dayanmısan məşq elə? Padrugam deyir, yaxşı nə olub sənə? Qaldıramır yazı sonra. Nəsə biraz yaxşı olur. Sonra keçdik mənə qızlar. Məndə də şükür Allah hər şey yaxşı gedir. Sonra belə gücü qalxıram.
qəşəng. Sonra bunu ben sizin üçün tezləşdirirəm. Mən gəlirəm bura. Baxın gördüyünüz kimi. Biraz burada belə edirəm. Sonra biraz belə eləyirəm. Sonra biraz belə eləyirəm. Trenajörlər burada aparatlar çox qəşəngdir və yeni texnika ilə qızlar narahat olmuyor. Sonra Padroqam da bunu eləmişdi zaten. Mən də deyirəm. Görək onu keçə biləcəyimi. O qədər istəyirəm. Güclə qaldırım. İndi Padroqamdır ki, mən düşürəm buradan. Padroqam getdi bura. Belə. Mən uzandım bura qızlar. Qaldırıram belə. İdmanda qoyurlar bizə şey etməyə. Musiqi ilə qulaq asmağa əlbəttə ki qoyacaqlar. Qaldırıram burada. Belə. Sonra belə qaldırıram. Belə. Belə. Üstümə atıram. Belə. Burada toplarla. Burada belə edirəm. Qaldırıram. Sonra bunları qaldırmaq çalışıram, qaldıramıram. Bunları da qaldırdım axı, necəsə. Çox ağırda gücüm çatmır. Burada Mayana gərək cəngavər olsun. Mənim maksimum baxın bunlara gücüm çatır. Çox asaddılar. Baxın hətta baxın belə-belə eləyirəm. Sonra belə-belə eləyirəm. Padroqam da o tərəfdə. Nə bilim, nə eləyir ay Allah. Bu qız nə eləyir elə həqiqət. Ölçün dartma aparatı eləyir. Sonra mənə gəldikdə mən burada qaldırıram. Sonra qoyuram yerinə, nəsə əvəzdən düşürəm. Sonra kameranı əlimə alıram. Padroqam deyir ki, bunu da mən qoyuram yerə. Gedirik biraz o tərəfə. Baxırıq görək nələr var burada. Padroqamın suyu sınavı var, onu düşünməyə çalışır. Bu da qəşəng Padroqam. Nəysə. Deməli qızlar, Padroqam mənim 61 kilodur. Daha doğrusu Padroqam əvvəl 65 kiloydur. Bir aydır idmana gəlməklə bir aya 5 kilo, 10 kilo atıb. O da 56'dır. Daha doğrusu hətta 66 kiloydu, indi olub 56 kilo, 10 kilo atıb bir ay ərzində idmana gəlməklə də. Mən də qızlar bura gələndə 52 kiloydum. Bir həftəyə 2 kilo, daha doğrusu 3 həftəyə 2 kilo atmışam. Olmuşam 52-dən düşmüşəm tam-tamına 50 kiloya. Məqsədim əslində əvvəl 45 idi, amma sonra düşündüm ki 45-ə ehtiyac yoxdur, elə 50 yaxşıdır da mənim üçün. Və bir həftə sonra dayandırıram. Yəni gələn vlogda cümləli idmana gələn görməyəcəksiniz. Qısa idmana başlamışam. Bunu dedim sizə zaten. Burada da belə idmanla məşğul oldum. Sonra baxın belə elədim qızlar. O da yaxşı idi. Mənim hər bir idman trenajörü əlbəttə ki yaxşıdır. Yəni insan sağlamlığı üçündür. Nə də olmazsa yenə də sağlamlığımızdır. Baxın qızlar. Sonra da burada belə elədim. Gördüyünüz kimi. Qızlar biz idmana, yəni sağlamlıq üçün də gəlirik. Belə çəkidə qalmaq üçün, çək azaltmaq üçün. Məncə yaxşıdır. Sənan da bir ara idmana yazılmaq istəyirdi. Hətta mənimlə də birlikdə yazılmaq istəyir. Sadəcə nəsə oldu, yazılmadı, istəmədi falan. Dedi, yox elə mənim öz çəkim özümə bəsdir. Belə dedi yəni. Mən də dedim, tamam eləyib. Yəni özünün fikri, özünün qərarı əziz görmək dəyərli izləyicilərim. Biz burada 3 saat keçiririk. Həftədə 2 dəfə. Və birində 3 saat və demək olar ki, həftəyə 6 saatımız idmana gedir. Və bu aya edəndə 6-12
Tabii ki de 6, 12, 18, 24. Biz bir aya 24 saat, yani demək olar bir aya bir gün idmanda oluruq. Məncə yaxşıdır. Biz burada Padrugamla düşünürük ki, deyib başqa bir trenajora. Padrugam bunları eləmədi, çünki Padrugam məndən tez gəlib eləmişdi və bugün nəsə icazə almışdı ki, mən eləməyim. O yorulub, nəsə xəstədir deyə falan. Ona görə gördüyünüz kimi halı falan da. Burada bizə öyrədirlər müəlliməmiz, İradə müəllimə. Və mən də уже başlamışam edirəm. Deməli qızlar, yemeğiymiş olsun. Kızlar, deməli biz mən saat idmandan 5-də gəlmişəm. Və hal-hazır saat 7-nin yarısı 18:32-dir. Bu arada qalıb 18:32-dir, bəli. Şimdi tez bazar qabları imalıyam. Çünki 18:32-dir. Biz birazdan gedib uşaqları götürməliyik. Bəli. İndi baxaq, görək nə edirik. Ketçuplarda bir yaşayalım. Belə maya sosu və pendir sosu və ketçup almışıq. Biz buna ikisini də çox sevirik. Yəni həqiqətən dəhşət dəlisiyik bunların ikisinin də. Ketçupu biz klassik, yəni sadə alırıq həmişə zaten. Bilənlər də bilir. Bunu mən niyə aldım ki? Neyse, bunu bura koyuram. Bilmirəm, bunu yerə koyuram əlbəttə ki. Şimdi nasıl? Kızlar saat 7'de tamamdır. Mən qabları yudum, səliqəyə saldım. Əslində bu çörək qabı da var, amma bilmirəm. Bilmirəm deyəndə ki, Eysə burada qablar zat hər şey yerində.
Qəşəng bir dənə gecə kofe seçmək istəyirəm qızlar. Bunda sənə proqram için gedək. Bəli qızlar, gəlib çatdıq anamgilə artıq. İndi saat deməli 8-in yarısıdır. Babamgilə biraz oturacaq. Saat 10-da sizə vloqa atacağım sağollaşmaq üçün. Bu vlog uzun oldu deyə düşünürəm. Sağ olun və özünüzə yaxşı baxın. Qaranlıq düşüb gördüyünüz kimi də. Sağ olun, özünüzə yaxşı baxın. Mamamgildən gedirik indi də. Birbaşa oldu ya. Kanalıma abunə ol, videoma bol və gözəl videoma like atıb bol və gözəl yorumlar yazmağı unutmayın. Sizi çox sevirəm. Bay bay, maçı guçu gələn vloglara da